Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün qədim Azərbaycan mətbəxindən olan pambıq kimi yumşaq, çox ləzzətli Qarabağ çətəsinin hazırlama qaydasını paylaşacağım. İnanın xanımlar, o qədər ləzzətli alınır ki, süfrəyə qoyduğu an bitəcək. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 2 stəkan ilıq süd tökürəm. Üzərinə yarım stəkan şəkər tozu və 1 paçka maya əlavə edib qarışdırıram. Hazır olan aparanın üzərinə əlavə olaraq 1 stəkan şəkər tozu, 2 ədəd yumurta, 50 ml duru yağ, eləcə də 100 qram ərinmiş çərəyağı əlavə edirəm. Gördüyünüz kimi bütün ərzaqları qarışdıraraq əlavə etdim. Sonda bir dolu olmayan çay qaşığı duz və 1 ədəd vanilin tökürəm. Daha sonra isə unu əlavə edirəm. Unu biraz qarışdırdıqdan sonra bir dolu olmayan çay qaşığı sarı kök tökürəm. Daha sonra unun qalan hissəsini də əlavə edib xəmir yoğururam. Bu xəmir üçün 200 ml stəkanla 9 stəkan undan istifadə etdim. Belə bir yumşaqlıqda xəmir alınır. Xəmirin üzərini örtüb bir kənara qoyuram ki, özünə gəlsin. Xəmir özünə gələnə qədər isə umacı hazırlayıram. 2 stəkan unun üzərinə 1 ədəd vanilin, eləcə də 2 stəkan şəkər tozu əlavə edib quru ərzaqları qarışdırıram. Unun üzərinə 150 qram yumşaq çərəyağı əlavə edib umaç hazırlayıram. Umacın hazır olduğunu yoxlamaq üçün biraz umacdan götürüb əlinizdə sıxırsınız. Əgər yumurlanırsa, deməli umacımız hazırdır. Xəmir özünə gələndən sonra əlimə biraz duru yağ tökürəm və xəmiri yenidən yoğururam. Və yenidən üzərini örtüb özünə gəlməsi üçün gözlədirəm. İkinci dəfə xəmir özünə gəldikdən sonra xəmiri dəzgahın üzərinə əlavə edib kündələyirəm. Olduqca yumşaq kövrək xəmir alınır. Bu xəmiri kündələyən zaman ondan istifadə etmək lazım deyil. Gördüyünüz kimi əl heç də ələ yapışmır. Bu xəmirdən 7 ədəd kündə hazırladım. İçiliyi də 7 hissəyə bölüb kündələyirəm. Soba listinin içini duru yağla yağlayıram və ilk kündələdiyim xəmirdən başlayıb yayıram. Yaydığım xəmirin içərisinə umacı yerləşdirib bükürəm.
Üzərindən astaca basıb kündəni biraz yayıram. Daha sonra isə oxlovdan istifadə edirəm. Gördüyünüz bu qayda ilə yaydığım xəmiri soba listinin içərisinə yerləşdirirəm. Digər kündələri də bu qayda ilə hazırlayıram. Çətələrin hamısını bu qayda ilə hazırlayıb soba listinin içərisinə yığıram. Daha sonra üzərlərini salfan torbu ilə örtüb təxmini yarım saat gözlədirəm. Çətələrin xəmiri də yaxşıca qabardıqdan sonra 1 ədəd yumurta və 1 ədəd yumurta sarısını yaxşıca qarışdırıram. Çətələrin üzərinə vururam. Daha sonra isə üzərinə çəngəl vasitəsilə xətlər çəkirəm. Üzərini zövqə görə bəzəyə bilərsiniz. Çətələrin üzərində yersiz qabarcıqlar əmələ gəlməsin deyə çəngəllə deşləşləyirəm və çətələri əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada bişirirəm. Əziz xanımlar, artıq mənim pambıq kimi yumuşaq, xına kimi qızaran Qarabağ çətələrim hazırdır. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.